Bir qətnamə qəbul edildi Azərbaycanla bağlı, Azərbaycandakı repressiyalarla bağlı. Orada müxtəlif vaxtlarda bu zamana qədər çoxdan həbs olunmuş adamların adları var. Orada İqbal Əbilov var, araşdırmacı, alim. Orada Bəhruz Səmədov var, araşdırmacı, alim. Qubad İbadoğlu və Fazil bəyin soyadı yadımdan çıxdı, üzr istəyirəm. Qubad İbadoğlu işində həbs olunan, İstanbuldan, Türkiyədən tutulub gətirilən Fazil bəyin adları vardı. Amma Əli Kərimli yeni кейzidir. Bu cür qətnamələr adətən bir ay, 2 ay əvvəldən sənədləşdirilir, layihəsi tərtib edilir və operativ olaraq ora çox hallarda müdaxilə olunmur. Amma hər halda Əli Kərimlinin həbsi sıradan bir belə deyək, siyasi funksiyonerin, siyasi fəalın həbsi kimi qarşılana bilməzdi. Bunu Avropa Parlamentinin deputatları da əlbəttə anlayışlı qarşıladılar. Və Əli Kərimlinin dərhal azad edilməsi tələbi həmin qətnaməyə daxil edildi. Nəyə görə? Çünki Əli Kərimli təqdim eləməyə xüsusi ehtiyac yoxdur, dəyərli izləyicilər. Yəqin hər halda informasiya ilə maraqlanan, obyektiv, özü üçün nəticə çıxara bilən, mən hansısa tendensiyalı, qərəzli və yaxud bu cür kampaniyalarda hökumətin yaramaz təbliğat ruporu rolunda çıxış eləyən dırnaqarası politoloqları falanları nəzərdə tutmuram. Amma bütün bu məlumat axınından özü üçün obyektiv nəticə çıxara bilən adamların hamısı, söhbət Azərbaycandan gedir, bilirlər ki, Əli Kərimli gerçəkdən Avropa siyasətinin, Avropa siyasətçilərinin gündəliyində olan adamdır.